Əminə, ürəyim necəsən? Can, çox sağ olun Asilə xanım. Siz necəsiniz? Yaxşıyam. Hər zaman mən kadr arxasında olurdum. Bu dəfə istədim ki, bir yerdə çəkiliş edək. Çünki bugünkü günün səbəbkarı sizsiniz, Humay xanımdır və sizsiniz. Bizi bir araya toplamışsınız. Bir komanda olaraq bizim 25-ci illə, köhnə ilə vidalaşmaq və yeni ilə qədəm qoymaq üçün bizi bir araya gətirmişsiniz. Sizə sonsuz təşəkkür edirəm. Tək mən deyiləm, komanda olaraq hər kəs buradadır. Rejissorlarımız, operatorlarımız, bəstəkarımız və digər hamımız buradayıq. Elə Talih müəllim də buradadır, ürəyimizdir, kadr arxasındadır. Hər birinizə sonsuz təşəkkür edirəm. Əminə əzizim, bilirəm yeni mahnı gəlir və ünvanlı bir mahnı gəlir. Mahnının biraz içində olanlardan biraz danışaq ki, nələrdən bəhs olunacaq? İlk öncə salamlayıram sizi, gözəl mənim mətbuat katibim, həm də ki mətbuat katibi təbii ki öz yerində böyük rol oynayır, amma az müddət olsa da bir-birimizi tanıyırıq. Həqiqətən çox əzizsiniz mənə, çox doğmasınız, yaxşı ki varsınız. Yeni iliniz düşərli uğurlu olsun. Amin. Hər birimizə inşallah. O deyirlər ya, anca bərabər, kanca bərabər. Hər zaman bir yerdə addımlayaq, uğurlarımız bir yerdə olsun və bol olsun inşallah. Bu arada mahnımızdan danışaq. İnşallah 2026-nın yeni bir hiti gəlir. O da iddialı açıqlama verirəm. O da mənim təqdimatımda, mənim ifamda. Şirbücü da bu arada. Bəli, ikimiz də. Yeni bir mahnımız gəlir. İnşallah xeyirli, düşərli olsun. Amin. Gözünüz bizdə olsun. Çox gözəl bir, möhtəşəm bir klipimiz, mahnımız gəlir. İnşallah yanvar ayında təqdimatda olacaq. Bəli. Təbii ki, o da ki sevdiyim bir insana aid eləmişəm o mahnını. Ay maşallah, çox iddialı danışırsınız ha. Hər çox zaman bir yerdə olun. Buradan da təşəkkür edirəm o insana. Yaxşı ki var, yaxşı ki mənim həyatımda, yaxşı ki məni belə sevir. Və bu mahnım da ona həsr olunur. İnşallah xeyirli, düşərli olsun hər birimiz üçün. Amin. Sosial şəbəkə bir sənətçi üçün, ifaçı üçün zərər verir yoxsa xeyir? O qədər. Həm zərəri var, həm mən deyərdim ki 50-50-yədir. Məsələn, hansı tərəflərdən xeyri var, hansı tərəflərdən ziyanı var? Göz nəfs. Zərər deyərdim ki hansı tərəfdən, o da göz nəfs tərəfdən ki, ziyanı o tərəfdəndir ki, göz nəfs var. Deyirlər ki, sizin həm səsiniz, həm görünüşünüz Nəfəs xanıma bənzəyir. Amma sizin bildiyim qədər səs texnikanızı qorumaq üçün sizin özəl və bir komandanız var. Sizin səs tembirinizdə bir dəyişkənlik olurmu, yoxsa elə sizin doğrudanmı səsiniz elə Nəfəsə bənzəyir? Nəfəs xanımı çox sevirəm. Mən bunu digər açıqlamamda da vermişəm. Bizim bir yaxında bir müsahibəmiz olub. Orada da vermişəm ki, Nəfəs xanıma ilk öncə fikrim tamam başqaydı, amma indi tamam başqadır. Nə xoş mənə ki, çox gözəl xanımdır, çox gözəl bəyənməsələr də əsas odur ki, bugünkü gündə sevilən kütləsi var, sevilir, kütləsi var. Uğurları bol olsun. Mənim yolum da açıq olsun, xanımın yolu da çox açıq olsun, çox sevirəm. Fikirlərim 1-ə 10 dəyişib də, yəni. Bax, deyirlər ki, bir müğənni illər boyu oxuyur, amma bir zamandan sonra naxışı gətirir, bir mahnı ilə tanınır. Amma müğənni də var ki, ilk gələndə bir mahnı ilə partladır. Aminə xanım nə düşünür bu barədə? Yəni, onun uğur qapıları hansı dönəmlərdə açılacaq? Yəni, o hisslər varmı Aminə xanımda ki? Çox. Nə zaman olacaq? O hisslər varmı səndə? Çox var da, yəni ilin axırına yaxınlaşırıq, demək olar ki, ili yola salırıq. 2026 elə düşünürəm ki, mənim ilimdir. Bu il mənim ilim olacaq. İnşallah. 25-ci ildən artıq vidalaşırıq. Maraqlıdır. Aminə xanım üçün 25-ci il necə yadda qaldı və 26-cı ildən nələr gözləyir? 2025-in ortaları, əvvəlləri yox. 2025-in son 2-3 ayları mənim üçün o qədər düşərli oldu. Yəni 24 yaşımda əldə etmədiyim uğurları 2025-in son aylarında əldə elədim və düşünürəm ki, və buradan da iddialı bir açıqlama verirəm ki, 2026-cı il məhz Aminə Zeynalovanın ili olacaq. İnşallah. Mən sizin yanınızda varam. Çox sağ olun, Ayşə xanım. Əmin olun buna.
Hər şeyin ən gözəlini sizin üçün edəcəyəm. Çox sağ olun. Ürəyim Gözəl sizin. Aysel Yeni xanım iliniz var bir daha olasınız. mübarək olsun. Sizinlə Bahəm Ürəyim çox sağ olun. Yaxşı ki varsınız. Canım.